Bunun yanında ikincisini açmaq lazımdır. İkincisinin içindən nələr çıxacaq? İndi onlara baxaq. Bir formada açırıq. Bunu buradan çıxardırıq. Baxın, gördüyünüz kimi belə bir dəmiri çıxır, belə deyək. Bu dəmirin hər iki tərəfini boşaldıb və hər iki tərəfini bu formada istifadə eləmək olar. Bunlar gəlir, bağlanır bunun burasına. Hansı tərəfini istəsəz o tərəfini bağlaya bilərsiniz. Bir tərəfi yumşaq, balaca, böyle daha qalın şuruplar üçündür. Bir tərəfi isə nazik şuruplar üçün istifadə olunur. Və bu tərəfini necə istəsəz düzəltdiniz. Sonra bu hissəni sıxdınız. Hazırdır belə. Digər hissə də belə balaca bir hissədir və burada əsas işi görən hissə də elə budur. Yəni baxın, bu yəni ki, hər şey buradan başlayır. Burada gedir bütün məsələlər. Bunun iki dənə hissəsi var. Bir dənə burada deşiyi var, bir dənə burada deşiyi var. Hansından istəsəz ondan boşa bilərsiniz. Bir dənəsini boşaldıb bu hissəyə keçirdiniz bunu və sonra qaytardınız, sıxdınız həmin hissəni. Bu formada sıxdınız. Bunu məsəl üçün bağladınız, hansısa bir dəmir ayağın üzərinə bağladınız. Bunun burasını da buradan belə bağlayandan sonra, baxın, görürsünüz, bunun aşağısında bağlanan bir hissəsi var. Və bu hissə 1/4 inç şuruplar gedir, bolt yerləri gedir. Bu hissə bütün kameraların altında olan, bütün işıqların altında olan, balaca dördbucaq işıqların və yaxud da ki, monitorların altında olan hissə ilə eynidir.